15'lik və 20'lik zəncirli mişar. Görəsən fərq nədədir? Gəlin bir yerdə baxaq. İlk növbədə hər şeydən qabaq aydın olur ki, biri 15'lik, biri 20'lik. Yəni kəsmə məsafəsi birində 15 sm, digərində isə 20 sm-dir. 15 sm-lik zəncirli mişarımızın əsas üstünlüyü odur ki, kiçik yağ çəninə malikdir. Yəni bu o deməkdir ki, hər dəfəsində zənciri yağlamağa ehtiyac yoxdur. Daha yüngül, ergonomik dizayna malik, tək əli ilə istifadəsi mümkün və ən əsas da qoruyucu qapağa malikdir. Daha çox tezbazar işlərdə və təmir işləri üçün nəzərdə tutulmuşdur. Bildiyimiz böyük zəncir mişarın miniatür versiyasıdır. Kiçik işlərdə, kiçik bağban işləri üçün əlverişli variantdır. Daha dözümlü və metal gövdəyə malikdir. A few moments later.